Eləmək lazımdır. Bu köynək babam İbrahimdən atam İsağa, ondan mənə yetişib. Bu köynək Yusifdə olmalıdır. Onu hardan gətiribsiz? Bu köynəyi mənə Yusif verib, ata. Yusif? Yusif? Nə dedin oğlum? Mən düz eşitdim. Yusifə nə olub? Yusifə heç nə olmayıb. Biz Yusifi tapmışıq. Qardaşım Yusif elə həmin Misirin əzizidir. Misirin əzizi bizim itkin düşmüş Yusifimizdir. Ata! Ata, sənə nə oldu, ata? And verirəm, biraz yavaş. Ata! Narahat olmayın. Bir şey değil. Ey Allah'ın nəbisi, nə oldu? Bəs özü hardadır? Mənim köynək gətirmədən xoş xatirəm yoxdur. Bundan əvvəl bir dəfə Yusifin qaldı köynəyini gətirdiniz. Amma özü gəlmədi. Bu dəfə də Yusifin köynəyini gətiribsiz. Özünü yox. Vay! Yusifi özümlə gətirə bilmədim. Çünki o Misirin əzizidir. Demişdim ki, bu köynəyi özündən uzaqlaşdırmasın. Onu nə üçün sənə verib? Onu sizə gətirmək üçün mənə verib. Dedi ki, bu köynək ataya şəfa verəcək və sizin gözünüz yenidən görəcək. Bu köynək şəfa verəcək. Demədimmi? Demədimmi ki, Yusif məndən üstündür? Əgər belə olmasaydı, onun köynəyindən gözlərimə şəfa ola bilməzdi. Xudaya! Pərverdigara! Eşq nələr eləmir. Eşq nələr eləmir. Mübarəkdir Yaqub. 10 gündür ki, mən Yusifin iyini hiss eləyirəm. Hamı deyirdi ki, divanə olmuşam. Onlar eşq elminə yaddılar. Yusifin köynəyi 10 gün əvvəl Misirdən sənə tərəf yollanır. Mən 10 gün əvvəl Yusifin iyini hiss etməyə başladım. Sən dəfələrlə Yusifin düşdüyü quyunun yanından keçmisən, amma onun iyini hiss eləməmsən. Bəs niyə bu qədər intizardan sonra? Ona görə ki, bugün sən vilayətin məqamını dərk edirsən. O gün isə eləmirdin. Deməli düz başa düşmüşəm. Yusif mənim peyğəmbərliyimin varisidir. Bəli, sənin hicran dərdindən fəryad eləməyin və usanmadan intizarda qalmağın səni əvvəlkindən də uca məqam